Salam, hər vaxtınız xeyir olsun. Əziz tələbələr, mən Fərid Qafarov. Bu gün sizinlə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi məntiq test toplusundan müxtəlif tipli fiqurlar bölməsinə aid test suallarının izahına baxacağıq. Keçək suallarımıza. Bax, birinci sualımıza. Bu sualımızın həll qaydası necədir? Baxın, ilk öncə burada eyni yerdə duran fiqurları bir qruplaşdırırıq. Məsələn, bu fiqurla bu fiquru, bu fiqurla bu fiquru, bu fiqurla bu fiqur. Daha sonra isə bu fiqurları bir-birinə eləyirik, qruplaşdırırıq. Sonra isə bunların güşələrinin sayını üzərinə qeyd edilir. Məsələn, bu 3 güşəli bir fiqurdur, bu 5 güşəli. Birinci fiqurumuz 6-dır. Bu isə gəlin sayaq görək neçə güşəsi var. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 güşəlidir. Qeyd elədik. Daha sonra digər fiqurumuzu sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8. Qeyd edirik 8. Buradakı isə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 güşəlidir. Digərlərini saymağa ehtiyac yoxdur. İndi isə gəlin sualımıza baxaq görək həll qaydası necədir. Baxın, 3-dən 5-i toplayanda alırıq 8. 2-yə bölsək alınır 4. Sonra 6 ilə 12-ni toplasaq eləyir 18. 2-yə böləndə alınır 9. Daha sonra 8-dən 12-ni toplayanda eləyir 20. 2-yə bölündə alınır 10. İndi isə gəlin aşağı hissəyə baxaq. Bizdən soruşulana. Baxın, birinci hissədə 4 güşəli verilibdir. Biz də həqiqətən 3-dən 5-i topladıq. 2-yə böldük, aldıq 4. İndi bizdən sual içərisində soruşdu. Biz ikinci hissəyə baxanda 9 güşəli bir fiqur almalıyıq. Baxaq görək hansı fiqurumuz 9 güşəlidir. A, B variantlarının güşələrinin sayı azdır. C-yə baxsaq 1, 2, 3, 4, 5, 6, 7, 8-dir. C variantda olmur. Baxaq məsələn D variantına 1, 2, 3, 4, 5, 6, 7, 8. Burada 9-dan çoxdur. Ona görə D-ni də çıxarıq. E variantına baxsaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Doğru cavabımız olur E variantı. Eyni ilə gəlin diqqətlə baxın. Üçüncü hissədə bizdə almışdıq 10. Baxın, burada üçüncü fiqurda 10 güşəlidir. Sayaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 güşəli fiqurumuz verilmişdir. Bu sualımızın həll qaydası bu formadadır. Keçək digər sualımıza. Fiqur ardıcılıq bölməsindən bir sualdır. Burada nə edirsiniz? Birinci qara nöqtələrə baxaq görək hansı istiqamətə hərəkət Bu təpədə idi, düşdü oldu. Bu təpədə, daha sonra bu təpədə oldu. Nə edib? Burada saat əqrəbi istiqamətini hərəkət edibdir. İndi isə bizdə qara nöqtə olmalıdır harada? Sol tərəf yuxarı hissədə. Yəni burada olmalıdır. Tez cavab variantlarına baxsaq, biz buradan B-ni çıxarıq, Y-ni çıxarıq və D-ni çıxarıq. İndi isə verilmiş bu fiqurların hərəkətinə baxaq. Bu 3 güşəli fiqurdur. Burada 5 güşədir. Burada isə gəlin sayaq 1, 2, 3, 4, 5, 6, 7 güşəli bir fiqurdur. Deməli, diqqətlə baxanda bu fiqur bir vahid sola keçir. Yəni, saat əqrəbi istiqamət hərəkət edir. 3 idi, oldu 5. Deməli, 2 vahid bunun güşələrin sayı artdı. Daha sonra bir vahid yuxarı qalxdı, oldu burada. Yenə bunun güşələrin sayı 2 vahidinə də artdı. İndi isə bu sağa doğru hərəkət edəcək, yəni olmalıdır. Bu hissədə və güşələrin sayı olmalıdır 9. Yəni 2 vahid artmalıdır. Baxaq görək, biz 2 variant arasında qalmışdıq A və C-də. Baxaq görək hansında 9 güşəlidir. Burada elə baxan kimi C variantında 4 güşəli olduğu üçün C-ni çıxarıq. Burada isə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 güşəli fiqurun olduğunu görürük. Deməli, doğru cavabımız A variantdır. Digər fiqurlara baxsaq, baxın, məsələn, buradan güşələrin sayını saysaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 güşəlidir. Bu keçdi sağa, oldu burada. Baxa görək, bundan neçə olubdur? 1, 2, 3, 4, 5, 6, 7, 8. Deməli, bunlardan eynidir. Yəni, güşələrin sayı aşağıdakı fiqurda 2 vahid arta-arta gedirdi. Yuxarıdakı fiqurda isə 2 vahid az-azla hərəkət elədi. 10 idi, oldu 8. Burada da oldu 6. İndi isə bu sol tərəfdə olmalıdır və 4 güşəli olmalıdır. Həqiqətən də A variantında elə bir cavabımız var. İndi isə baxırıq bu sualımıza. Bu sualımızın həll qaydası necədir? Baxın, burada fiqur ardıcılıq bölməsindən bir sualdır.
Fiqurun güşələrinin sayını üzərinə qeyd edirik. 3 güşəli bir fiqurdur. Bu 8 güşəli, 10 güşəli, 5 güşəli və 12 güşəli fiqurumuzdur. Biz burada əgər körpü qaydasına baxsaq, 8-dən 10-a, 10-dan 12-yə. Bunların güşələrin sayı 2 vahid artıb. İndi deməli 3-dən sual işarəsindən də 5 güşəli fiqurumuzu hərəkət edirik. O zaman 3 ilə 5-in ortasında 4 durduğuna görə 3-dən 4-ə 1 vahid artır, 4-dən 5-ə 1 vahid artmış olur. Deməli, buradakı fiqurumuz 4 güşəli bir fiqur olmalıdır. O da A variantına qeyd olunur. İsə baxırıq bu sualımızı yaxınlaşdıraq. Bu sualımızın həll qaydası necədir? Baxın, ilk öncə birinci fiqura baxsaq, sol və sağ tərəflər eynidir. Amma ikinci fiqurda sol tərəf qalıb, öz yerində sağ tərəf dəyişib. Üçüncü fiqurda sağ tərəf öz yerində qalıb, sol tərəf dəyişib. Yəni, sağla sol eyni olub. Dördüncü fiqurda isə sağ tərəf dəyişib, sol tərəf öz yerində qalıb. Deməli, 5-ci fiqurda da sağ tərəf öz yerində qalacaq, sol tərəfdə sağ tərəfə uyğun eyni olmuş olacaq. Buradan tez cavab variantlarına baxsaq, deməli, bizdə düz bucaqlı olmalıdır. B variantı, A variantı və Y variantını silərik. İndi isə içərisindəki fiqurlara baxaq. Baxın, 3 dənə, 2 dənə, 1 dənə. Sonra yenə 3 dənə burada olmalıdır. 2, burada 1. Sonra yenə 3, 2, 1 ardıcılığına gedir. Deməli, bizə cavab olacaq D variantı içərisində 2 dənə verilmiş fiqur. İndi isə baxaq bu sualımıza yaxınlaşdıraq. Baxaq görək bizdən. Bu tip suallarda ilk öncə verilmiş fiqurun birinci sətrinə baxın. Baxın, fiqurun bu deyək, burun hissəsi aşağı baxır. Sonra yuxarı baxır, sonra sabit qalıb. Eyni ilə burada da sabit qalıb, aşağı baxıb, yuxarı baxıb. Sadəcə yox, yerləri dəyişibdir. Deməli, bizdə burada yuxarı baxırsa, aşağı baxırsa, indi orta hissədə olmalıdır, sabit qalan. Tez cavab variantlarının A variantı və D variantını çıxarıq. Qalar B, C, Y. İndi nəyə diqqət edirik? Baxın, fiqurun orta hissəsi bu formada, daha sonra bu formada, sonra isə bu formada verilmişdir. Eyni ilə 3-cü sətrə baxsaq, yenə baxın, bu forma ilə bu forma eynidir. Bu forma ilə bu forma eynidir, bu forma ilə bu forma eynidir. İndi bizdə bu forma ilə bu forma eyni olmalıdır. Sonra bu forma ilə, baxın, bu forma eynidir. Deməli, bizdə orta hissədə olmalıdır bu formadan. Tez cavab variantlarına baxsaq, bizdə C variantını ona görə çıxarıq. İndi isə fiqurun aşağı hissəsinə baxaq. Baxın, bu hissədən burada var və burada var. Sadəcə yox, yerlərini yenibdir, dəyişibdir. Yəni, birinci sütunda olub, ikinci sütunda, indi isə üçüncü sütunda olubdur. İndi diqqətlə baxaq. Bu hissədən burada var və burada var. Deməli, bizdə indi cavab variantı olmalıdır bu hissədən. Burada var. Deməli, ortada olmalıdır belə bir hissə aşağıda. Burada da olacaq B variantı. Y variantında fərqlidir. İndi baxaq bu sualımıza. Bu sualımız Bunker məsələsidir. Baxın, mən burada saymışam dairələrin sayını. Burada verilmiş dairələrin sayı 32 dənədir. Bu 32 dənə gəlir buradan tökülür. 16-sı bu tərəfə düşür, 16-sı gəlib düşür bu tərəfə. Və 16 dənə buradan gəlir, 8-i tökülür bu tərəfə, 8-i tökülür bu tərəfə. Eyni ilə buradan 16-sı gəlir, 8-i tökülür bu tərəfə, 8-i tökülür bu tərəfə. Düşürük aşağı, yenə 8 dənə buradan gəldi, 4 tökülür bu tərəfə, 4 tökülür bu tərəfə. Buradan da yenə 8, 8, 16 dənədir, düzdürmü? 16 dənəsi gəlir, birbaşa tökülür bu hissəyə. Sonra diqqətlə baxaq. Buradan 8-i gəldi, 4-ü keçdi sola, 4-ü oldu sağda. İndi diqqətlə baxın. Bu 4 dənə gəlir buradan, ikisi gəlir düşür bu tərəfə. İkisi gəlir düşür buradan bu tərəfə. Və bunların da 4 burada, 16 burada, 20 dənədir. Buradan gəlir, 10-u düşür bu tərəfə, 10-u düşür bu tərəfə. İndi gəlin baxaq sağ tərəfdən. 4 dənədir burada. Buradan 4-ün gəlir, ikisi düşür bura, ikisi düşür bura. Və burada 4 dənə olduğuna görə ikisi düşür bura, ikisi düşür bura. Deməli, birincidə oldu 2 dənə, ikincidə oldu 12 dənə, üçüncüdə oldu 12 dənə, dördüncüdə oldu 4 dənə, beşincidə oldu 2 dənə. Cavab variantlarına baxaq.
A variantda birincidə 4 dənə verilibdir, ola bilməz. B variantda birincidə 2 dənə, sonra 12 dənə, sonra 10 dənə verilib. Bu da ola bilməz. Burada yenə 10 dənə verilib. Bu da ola bilməz. 2 dənə, 12 dənə, 12 dənə, 4 dənə, 2 dənə. Doğru cavabımız olur D variantı. Yəni çətin bir sual deyil. İndi isə baxaq bu sualımıza. Bu sualımız imtahanlarda tez-tez rastlaşırıq. Bu sualımızın həll qədəsi necədir? Baxın, hansı rəqəm yerləşdiyi fiqurdan neçə xətt çıxıbsa üzərinə yazacaq. 1-dən 2 xətt çıxıb. Bu xətt və bu xətt. Üzərinə yazacağım 2. 3-dən çıxıb 3 dənə xətt. Bu və bu. 5-dən çıxıb 4 dənə, 7-dən çıxıb 3 dənə, 8-dən 3, 6-dan 3, 4-dən 4 dənə, 2-dən də 2 dənə. Eyni ilə aşağıdakı hissədə bunu təkrarlayaq. Buradan çıxıb 3 dənə, buradan çıxıb 3, buradan 2, buradan 3, buradan 2, buradan 4, 3 və 4. İndi diqqətlə baxın. Bizdə hansı hissələr başlamalıyıq? İlk öncə baxın. Verilmiş bu ikinci hissələrdən başlasaq daha tez sualımızı həll edərik. Çünki 2 dənə 2 olan hissəmiz var. Bu 2 olan hissələr ya bura olmalıdır, ya bura olmalıdır. İndi gəlin baxaq. Baxın, bu bir yerləşən fiqurdan gedir 3 xətliyə. Sonra da yenə gedir 3 xətliyə. Amma 2 olandan bir dənə gedir 4 xətliyə, bir dənə gedir 3 xətliyə. Aşağıda biz baxsaq, baxın, bu 2 dənəli olandan gedir 3 xətliyə və 3 xətliyə. Mən bunları bilmirəm, hansıdır, yəni 3 xətliləri. Amma buradakı verilən 2-dən bir dənə gedir 3 xətliyə, bir dənə gedir 4 xətliyə. Deməli, buradan bu 2 olan olacaq bura. Çünki buradan da bir dənə gedir 4 xətliyə, bir dənə gedir 3 xətliyə. 4 xətlimiz olur 4. 3 xətlimiz isə buradan olur 8. Deməli, buradan F də oldu 8. Bunu tapdıq. Deməli, onda digər 2 xətlimiz olacaq 1. Biz burada nəyi tapdıq? 8-i tapdıq, 2-ni tapdıq, 4-ü tapdıq və 1-i tapdıq. Sonra diqqətlə baxaq. Bizdən bir dənə qalıb, əslində hamısını tapmışıq. Bizdən soruşulanların tapmışıq. Digərini tapmağımıza ehtiyac yoxdur. N-imiz 4-dür, F-imiz 8-dir, K-mız da 1-dir. 4 ilə 8 toplayarıq. 12, 1 çıxarıq, 11. Cavab olar Y variantı. Keçək digər sualımıza baxaq. Bu sualımızda baxın, sol tərəfdə verilmiş fiquru saat əqrəbi istiqamətində 90 dərəcə fırlatsaq, sağ tərəfdə verilmiş fiqur alınır. Baxın, bu hissə olur bu yuxarı hissə, bu hissə olur bu hissə, bu hissə də olur bu hissə. İndi verilmiş bu fiquru saat əqrəbi istiqamətində, yəni bu istiqamətdə 90 dərəcə fırlatdığımız zaman bu hissə olacaq solda, bu hissəmiz keçəcək sağ tərəfə. Belə bir hissə alınmış olacaq. Cavab variantlarında belə bir variant A-da yoxdur, B-də yoxdur, C-də yoxdur. Yəni D ilə Y-in arasında qalmışıq. Buradan bilirik ki, baxın, bu dairə bu əyri verilmiş hissə tərəfdə olmalıdır. Amma Y variantında sol tərəfdə verilib, düz xətt olan tərəfdə verilibdir. Ona görə Y-ni də çıxanda cavab olur D variantı. İndi isə baxaq bu sualımıza. Bu sualımız tez-tez həm magistr imtahanında, həm dövlət qulu imtahanında bizim qarşımıza çıxır. Bu sualımızın həll qədəsi necədir? Baxın, yaxınlaşdıraq biraz. Hər bir fiqurun bir dənə güzgəçisi var. Baxaq, birinci fiqurdan başlayaq. Birinci fiqurumuzun güzgəçisini görək, harada var? Baxın ki, birinci fiqurun güzgü əksini mən görürəm burada, üçüncüdə. Sondan üçüncü ilə eynidir. Bunun güzgü əksisi qeyd olunubdur. Sonra isə ikinci fiqurun baxaq ki, güzgü əksisi, məsələn, bu isə sağdadırsa, indi bizə lazım güzgü əksisində sol tərəfdə olan. Cavab variantlarından sol tərəfdə olan bir burada var, bir də burada var. Bu ola bilməz. Niyə? Çünki bunun aşağı hissəsi nədir? Düz xətdir. Bizdə isə bu formalıdır. Ona görə bizdə ikinci fiqurumuz güzgü əksi olacaq burada. İndi üçüncü fiqurumuzun güzgü əksinə baxaq. Məsələn, dairə burada bu hissə sağdadırsa, bizə lazımdır sol tərəfdə olan. Sol tərəfdə olan burada var. Burada var. Yanındakı ola bilməz, çünki bizdə aşağısı Z var idi. Burada isə düzbucaqlı formasını veribdir. Bu ola bilməz. Sonra bu da ola bilməz. Burada düzbucaqlı formasını verilibdir.
Sonra diqqətlə baxın, burada düzbucaqlı da ola bilməz. Baxanda görürəm ki, elə burada bu hissə ola bilər. Çünki baxın, bizim bu z-imizin burada əksi verilibdir. Yarımçıq dairəmiz burada sağ tərəfdədir, indi burada sol tərəfdə verilibdir. Z-imizin bu hissəsi soldadırsa, burada isə sağda verilibdir. Deməli, bu üçüncü fiqurumuzun da güzgü əksi sondan dördüncüdür. Baxa görə indi məsələn, buradan dördüncü fiqurumuzun güzgü əksi harda əks olunubdur? Dördüncü fiqurumuzun aşağı hissəsi belə bir düzbucaqlıdır, deyil. Yanındakı ola bilməz. Burada ola bilməz, çünki bizdə belə bir düz xətt yoxdur. Bu da getdi. Sonra bu ola bilər. Bu ola bilər. Burada sola baxır, burada sağa baxır. Amma yuxarı hissəsi bizdə z var idi axı. Amma burada nə edibdir? Düzbucaqlı formasında. Deməli, bu da ola bilməz. Bu da ola bilmir. Eyni formada verilibdir. Bizdə indi ola bilər ya bu, ya bu. Bizdə yuxarıdakı z ilə bu z baxın eynidir. Ona görə bu da ola bilmir. Yalnız bir dənə qalır. Sonuncu da deməli, dördüncü fiqurumuzun da güzgü əksi sonda əksi olunubdur. Bunu da qeyd elədik. Sonra baxaq 5-ci fiqurumuzun, baxaq görək güzgü əksi harda əks olunubdur. 5-ci fiqurumuzda deməli bizdə aşağı hissəsi bu formada düzbucaqlı olmalıdır. Yanında əks olunubdur, düzdür. Amma yuxarı hissəsində z vari burada da eyni formada əks olunub. Deməli, bu ola bilməz. Burada bizə sola baxırdı. İndi biz lazım nə? Sağa baxan axtarmalıyıq. Çünki bu da ola bilməz, bu da ola bilmir. Niyə? Çünki bizdə belə bir xəttimiz də olmalıdır. Yalnız bizdə qalıb bu fiqurumuzdan baxacaq. Bu fiqurumuz eynidirmi? Həqiqətən baxın, aşağı hissələr hər ikisində düzbucaqlıdır. Bu hissəsində dairəmiz var. Burada dairədir. Burada isə z-in eynidir. Güzgü əksi əks olunmuşdur. Deməli, 5-ci fiqurumuzun da güzgü əksini tapmış olduq. 5-cinin də güzgü əksi oldu bu. İndi baxaq görək, bizdə 3 dənə fiqur qalıb. Bunlardan elə baxan kimi görsən ki, bu ikisi bir-birinin güzgü əksidir. Yalnız bizdə artıq qalan bu fiqur oldu. Baxaq görək, bu fiqurda hansı cavab variantına qeyd olunubdur? A variantında deyil. C variantına deyil. Yuxarısı bizdə burada Z varid deyən G-də deyil. Qalıb B ilə D arasında. B variantı ola bilməz. Niyə? Çünki bu hissəsində düzbucaqlıdır. Amma burada xəttimiz yoxdur. Cavabımız olur D variantı. Bugünlük suallarınızın izahı bu qədər. Əgər sizdə bu tip videoların gəlməyini istəyirsinizsə, videonu bəyənməyi, dostlarınızla paylaşmağı, kanala abunə olmağı unutmursunuz. Sağ olun, növbəti videolarda görüşənədək.